Dostlar, adi və onluq kəsirlər mövzusundan kəsirlərin müqayisəsi hissəsinin sualların izahına baxırıq. Dostlar, gəlin birinci sualla başlayaq. Birinci sualda deyilir ki, A ədədi 9-da 4-dür, B ədədi 0 tam dövrdə 4-dür və C ədədi də 0 tam dövrdə 6-dır. Deyir, ədədləri müqayisə edin. Dostlar, A-nı ilə 9-da 4 şəklində saxlayıram. B ədədi bərabərdir, dövrdə 4 elə 9-da 4 deməkdir və C ədədi də dövrdə 6, 9-da 6 deməkdir. Dostlar, A ilə B bir-birinə bərabər olduğu aşkar şəkildə görünür. A bərabərdir B və 9-da 6, 9-da 4-dən böyükdür. Kəsirlərin məxrəci eyni olduqda surəti böyük olan, deməli, böyük sayılır. Bu zaman alırıq ki, C ədədi A və B-dən böyükdür. Dostlar, A B-yə bərabər, C-dən isə kiçik olmalıdır. Buna görə cavabımız olacaq A variantı. Növbəti baxırıq ikinci suala. İkinci sualda dostlar, oxşar sual verilib. A bərabərdir 2-də 1-ə, B bərabərdir 0 tam dövrdə 5-ə və C də bərabərdir 0 tam dövrdə 6-ya. Deyir ki, ədədlərini müqayisə edin. Dostlar, gəlin belə eləyək. A bərabərdir 2-də 1, B bərabərdir. Deməli, dövrdə 5, 9-da 5 deməkdir və C də bərabərdir 9-da 6-ya. Dostlar, deməli, kəsirlər bir-birindən fərqli formada veribsə, onları müqayisə etmək üçün ya surətlərini eyniləşdirməliyik, ya da məxrəclərini. Əgər mən bu kəsirlərin məxrəclərini eyniləşdirsəm, məxrəclərdə 2 və 9 vuruqları var. Bunlara ortaq məxrəc, ən kiçik ortaq bölən 18-dir. Deməli, 18 seçə bilərəm. Əgər məxrəci 18 seçsəm, birinci kəsirin surət və məxrəcini 9-a vurmalıyam. Bu zaman 18-də 9 alıram. İkinci kəsirin, deməli, məxrəcini 18 götürsəm, surət və məxrəci 2-yə vurmalıyam. Bu zaman 18-də 10 alınır və üçüncü kəsiri də surət və məxrəcini 2-yə vursam, 18-də 12 alıram. Dostlar, buradan aldıq ki, A 18-də 9-dur. B 18-də 10-dur, C də 18-də 12-dir. Və məxrəcləri eyni olan kəsirləri müqayisə elədikdə məxrəci surəti böyük olan böyük sayılır. Deməli, C böyükdür bizdə B-dən, o da böyükdür A-dan. C B-dən, o da A-dan, bu da olacaq D variantı. Növbəti baxırıq dostlar, üçüncü suala. Üçüncü sualda deməli, A bərabərdir 10-da 11, B bərabərdir 100-də 101 və C də bərabərdir 1000-də, deməli, 1001 ədədləri verilib. Dostlar, gəlin sadələşdirək. A bərabərdir, kəsirləri düzgün olmayan kəsir formasında verib, 10-da 11 nə deməkdir? 1 tam 10-da 1 kəsiri deməkdir. B üçün B bərabərdir, 100-də 101 nə deməkdir? 1 tam 100-də 1 deməkdir. Və C ədədi üçün 1000-də 1001, bunda 1 tam 1000-də 1 kimi yaza bilərik. Dostlar, onluq kəsirləri müqayisə elədikdə, əgər, deməli, vergüldən sonraki rəqəm sayıları eyni deyilsə, onların vergüldən sonraki rəqəm sayılarını eyniləşdirmək üçün hansında rəqəmin sayı azdırsa, çatışmayan sayı qədər əlavə 0 əlavə edə bilərik. Dostlar, baxın, C-də vergüldən sonra 3 rəqəm var. B-də vergüldən sonra 2 rəqəm var. 3 rəqəm olması üçün sona bir dənə 0 əlavə edə bilərəm və A-da da vergüldən sonra 1 rəqəm var deyə sonda 3 rəqəm olması üçün 2 dənə 0 əlavə edə bilərəm. Nəticədə A 1 tam 1000-də 100 alınır, B 1 tam 1000-də 10 alınır, C-də 1 tam 1000-də 1 alınır. Buradan aydın şəkildə görünür ki, A-nın kəsir hissəsi B-nin kəsir hissəsindən, o da C-nin kəsir hissəsindən böyükdür. Yəni, A B-dən, B də C-dən böyük ədəddir. Dostlar, bu da oldu bizdə Y variantı. Növbəti baxırıq 4-cü suala. Dostlar, 4-cü sualda deməli, A ədədi 2525-də 1717 verilib, B ədədi 25-də 17-dir və dostlar, C ədədi də 0 tam 68-dir. İndi bizə deyir ki, ədədləri müqayisə edin. Dostlar, müqayisə eləmək üçün biz nə edə bilərik? A ədədinə diqqət edərsəz, A ədədinin surət və məxrəci 101-ə tam bölünür. 101-ə böldükdə surətdə 17, məxrəci 25 qalır. B ədədinin surət və məxrəci ilə qarşılıqlı sadə verdiyi üçün olduğu kimi saxlayırıq. C ədədini isə dostlar, %68 adi kəsiri kimi yazıram. Bunun da surət məxrəcini
4-ü ixtisar aparsaq, nəticədə 25-də 17 qalar. Onda sonda görünür ki, A, B və C bir-birinə bərabər ədədlər imiş. Sadəcə müxtəlif formalarda təqdim olunub. Üçü də bir-birinə bərabərdirsə, bu zaman deməli cavabımız olacaq B variantı. Növbəti baxırıq dostlar 5-ci suala. Ədədlərdən hansı, deməli, ədədlərdən hansı 5-də 4 kiçikdir x, o da kiçikdir 15-də 13 şərtini ödəyir. Dostlar, bunu həlləmək üçün birinci gəlin bunu sadələşdirək, ortaq məxrəci gətirək. Ortaq məxrəci gətirsək, deməli, ortaq məxrəc 15 seçə bilərik. Bu zaman 15-də, deməli, surət məxrəci 3-ə vurmalıyam. Surətimiz olacaq 12. Kiçikdir x, o da kiçikdir. Deməli, 15-də 13 olacaq. Variantlara diqqət edirsinizsə, bizim əksər variantımızda, 4 variantımızda məxrəc deməli 6 ilə ifadə olunub. Dostlar, 6 ilə 15-i ortaq məxrəc ilə 30-dur. Mən bunu 30 şəklinə gətirsəm, bu zaman hamısının məxrəcini 2-yə vurmalıyam. Bu zaman surət məxrəci 2-yə vurmalıyam. Olacaq 30-da 24, kiçikdir x, o da kiçikdir 30-da 26-dan. Dostlar, 30-da 24 ilə 30-da 26 arasında bizdə 30-da 25 var. Deməli, bizim kəsrimiz 30-da 25 olmalıdır. Bunu da 5-i ixtisar aparsaq, nəticədə 6-da 5 qiyməti qalır. Buna görə variantımız deməli D variantıdır. Dostlar, növbəti 6-cı suala baxıram. Oxşar sual verilib 6-cı sualda. 4-də 1, kiçikdir x, o da kiçikdir 12-də 7 verilib. Dostlar, ortaq məxrəci gətirsək, 12 ilə bunlara ortaqdır. 12-də 3, kiçikdir x, o da kiçikdir 12-də 7 şəklində saxlaya bilərik. Dostlar, variantlara baxırsınızsa, variantlarda deməli hamısı 9 ilə ifadə olunub. 9 ilə 12-yə deməli ortaq məxrəc 36-dır. Mən bunları 36-ya gətirə bilərəm. 36-ya gətirsəm, surət məxrəci birincidə 3-ə vurmalıyam. Bu zaman 36-da 9 alıram. Kiçikdir x, o da kiçikdir. Bu birisini də deməli 36-ya gətirsəm, surət məxrəci 3-ə vurub, deməli 36-da 21 almalıyam. Və variantları da dostlar, məxrəcini 36-ya gətirmək üçün A variantında surət məxrəci 4-ə vurmalıyıq. 36-da 32 eləyir. 32, 9, 21 arasına düşmür. A variantı ödəmir. B-də 4-ə vursaq 36-da 4 alırıq. O da 36-da 9-dan kiçikdir, ödəmir şərti. C-də 4-ə vursaq 36-da 8 alırıq. Bu da 9-dan kiçikdir deyə ödəmir. D variantında 4-ə vursaq 36-da 20 qiyməti alırıq. Surət məxrəci 4-ə vurduqda 36-da 20, o da 36-da 9-dan 36-da 21 aralığına düşür. Buna görə D variantımız doğru cavabdır. Növbəti baxırıq dostlar 7-ci suala. 7-ci sualda deyir ki, 5-də 1, 3-də 1, 4-də 1, deməli 4-də 3 və 2-də 1 ədədlərinin ən böyüyü ilə ən kiçiyinin fərqini tapın. Dostlar, birinci mən bu ədədləri müqayisə eləməliyəm ki, ən böyük, ən kiçik hansıdır bilim, ondan sonra fərqini tapam. Baxın, ədədlərimiz deməli 5-də 1-dir, 3-də 1-dir, 4-də 1, 4-də 3 və bir də 2-də 1 ədədləri var. Ortaq məxrəci gətirsək, bunları ortaq məxrəc 60 olacaq. 5-də 1-i 60-a gətirəndə surət məxrəci 12-yə vurmalıyam. 3-də 1-i 60-a gətirəndə surət məxrəci 20-yə vurmalıyam. 4-də 1-i 60-a gətirdikdə 15-ə vurmalıyıq. 4-də 3-ü 60-a gətirdikdə 15-ə vursaq 60-da 45 alınır. Və 2-də 1-i 60-a gətirəndə surət məxrəci 30-a vururuq, 60-da 30 alınır. Deməli, buradan alırıq ki, 60-da 12, 60-da 20, 60-da 15, 60-da 45 və 60-da 30. Bunların içərisində ən böyüyü, deməli, maksimum olanı 60-da 45-dir, yəni 4-də 3. Ən kiçik olanı isə deməli 60-da 12 kəsri, yəni 5-də 1-dir. Bu isə nədir? Minimumdur. Bizə deyir ki, deməli bunların fərqini tapın. Onda dostlar 60-da 45-dən çıxıram 60-da 12-ni, nəticədə 60-da 33 qalır. 3-ü ixtisar edəndə bərabərdir 20-də 11-ə. Cavabımız olacaq deməli A variantı. Növbəti baxırıq dostlar 8-ci suala. 8-ci sualda deyir A-nın 4-də 3-ünün B-nin 6-da 5-nə və C-nin 2-də 1-nə bərabər olduğunu bilərək A, B və C ədədlərini müqayisə edin. Dostlar, A-nın 4-də 3 hissəsi bərabərdir bizdə B-nin 6-da 5-nə, B-nin 6-da 5 hissəsinə və A-nın deməli 4-də 3 hissəsi
4-də 3 hissəsi bərabərdir. Deməli, C-nin 2-də 1-nə. Bizə deyir ki, A, B, C ədədlərini müqayisə edin. Dostlar, gəlin sadələşdirək. Biz bilirik ki, bunların hamısını A-ya gətirə bilərik. Çünki A ilə ifadə olunub. Deməli, mənim birinci ədədim A ədədidir. Bu qalsın bir qıraqda. B-ni A ilə ifadə eləmək istəyirəmsə, buradan B bərabərdir. 4-də 3A vurulsun. 6-da 5-i digər tərəfə keçirəndə 5-də 6 kimi keçir. 5-də 6-ya. Dostlar, buradan da ixtisar aparsaq, deməli, 4 ilə 6 ixtisar gedəndə məxrəcdə 2, surətdə 3 qalır. Bu da bərabərdir bizdə 10-da 9-a. Deməli, buradan alırıq ki, B-miz bərabərdir 0,9 A-ya. Və dostlar, C-ni axtarsaq, C üçün C də bərabərdir 4-də 3A. 2-də 1-i digər tərəfə keçirəndə 1-də 2 kimi keçir. Bu da bərabərdir 4 ilə 2 ixtisar gedəndə 2 qalır. Bərabərdir 2-də 3A-ya, o da 1,5A eləyir. Deməli, C də bərabərdir 1,5A. Dostlar, ədədin biri A-dır, digəri 0,9A-dır, digəri də 1,5A-dır. Və biz də bilirik ki, ABC müsbət ədədlərdir. Əgər A-nı 1,5-ə vursaq, bu daha böyük deməkdir. Yəni, C daha böyükdür. C A-dan, A-da 0,9A-dan böyük olacaq. Yəni, B-dən böyük olacaq. Burada C A-dan, A da B-dən böyükdür. Buna görə cavabımız olur A variantı. Növbətə baxırıq dostlar. 9-cu suala. 9-cu sualda belə bir sual verilib bizə. Deyir ki, A-nın 5-də 1-nin, 6-da 5-nin, B-nin 4-də 3-ünə, 2-də 1-nin isə deməli C-nin 4-də 3-ünə bərabər olduğunu bilərək ABC ədədlərini müqayisə edin. Yəni yazaq. A-nın deməli 6-da 5 hissəsinin B-nin 4-də 3-ünə bərabər olduğunu və A-nın 2-də 1-nin C-nin 4-də 3-ünə bərabər olduğunu bilərək ABC ədədlərini müqayisə edin. Yəni dostlar, A ifadəsi hər yerdə olduğu üçün hamısını A-ya gətirəcəm. Birincidən B-ni tapmaq üçün 6-da 5 A ifadəsini tərsinə 3-də 4-ə vururam. Burada 6 ilə 4 ixtisar gedir. Məxrəci 3, surətdə 2. Nəticə 9-da 10A qalır. Dostlar, bu da 1,9-da 1A deməkdir. C-ni də A ilə ifadə eləməyə çalışsam, C də bərabərdir 2-də 1A və 4-də 3-ü digər tərəfə atanda 3-də 4 kimi gedir. Bu da 2 ixtisar getsə, burada 2 qalacaq, nəticədə 3-də 2A alınır. Dostlar, ədədin biri ilə A idi. B-ni tapdıq ki, 1,9-da 1A deməkdir, yəni A-nın özündən böyük olur və C-ni də tapdıq ki, 3-də 2A deməkdir, yəni A-dan kiçik olur. Onda B A-dan böyükdür, A da 3-də 2A-dan, yəni C-dən böyükdür. B A-dan, A da C-dən. Bu da olacaq bizdə C variantı. Növbəti dostlar, 10-cu suala baxıram. 10-cu sualda A ədədi bərabərdir 2-də 1 çıxılsın 3-də 1-in kvadratı, B ədədi bərabərdir 2-də 1-in kvadratı çıxılsın 3-də 1-in kvadratı və C ədədi bərabərdir 2-də 1 üstə gəlsin 3-də 1-in mötərizə kvadratına. Deyir, ədədləri artan sırayla yazın. Birincisi dostlar, 2-də 1 çıxılsın 3-də 1-in kvadratını hesablamalıyıq. 2-də 1-dən 3-də 1-i çıxdıqda ortaq məxrəc bunlara 6-dır. Bu zaman 6-da 6 2-yə 3 dəfə düşür, 3-ə 2 dəfə düşür. Bu fərqin kvadratı. Bu da 6-da 1-in mötərizə kvadratı. Bu da bərabərdir 36-da 1-ə. B ədədinə gəldikdə 2-də 1-in kvadratı 4-də 1 eləyir. 3-də 1-in kvadratı 9-da 1 eləyir. Ortaq məxrəc 36-dır. 36 4-də 9 dəfə, 9-a da 4 dəfə çıxdıqda bizə 36-da 5 qiyməti verəcək. Və dostlar, C ədədinə gəldikdə 2-də 1 ilə 3-də 1-in cəmi ortaq məxrəc 6-dır. 2-yə 3 dəfə, 3-ə 2 dəfə düşür. Cəmin kvadratı. Bu da 36-da deməli 5-in kvadratı 25 verəcək. Dostlar, buradan alırıq ki, ən kiçik ədədimiz A-dır. Sonra B, növbəti də olacaq, deməli C. Artan sırayla dediyi üçün ABC sırası ilə düzməliyik. Bu da olacaq bizdə C variantı. Növbətə baxırıq dostlar 11-ə. 11-də deyir ki, sinifdəki qızların sayı bütün sinifin 5-də 1-dən çox, 4-də 1-dən az olarsa, sinifdə ən az neçə şagird olar? Dostlar, sinifdəki şagirdlərin sayı nə qədərdir bilmirik. Biz bunu bilirik ki, bütün sinifin sayının 5-də 1-dən çox, 4-də 1-dənsə azdır. Sinifdəki şagirdlərin sayını tutaq ki, A qədər deyək.
Bütün sinifə də x deyək. Deməli dostlar, A deməli olacaq qızların sayı və bütün sinifin sayına isə x deyək. X olsun bizdə bütün, deməli, sinif. Aha, bütün sinif. Dostlar, deyir ki, qızların sayı bütün sinifin sayının 5də birindən çoxdur. Yəni, 5də 1 x-dən çoxdur. 4də birindən azdır. 4də 1 x-dən azdır. Dostlar, bütün sinifin sayı elə bir sayı olmalıdır ki, insan sayı bilir ki, sayılan isimdir. Yəni, qətiyyən kəsr ala bilmərik. Biz x-in 4də birini də tapdıq da, 5də birini də tapdıq da, bu bizə tam qiymət verməlidir. X-a bu şərti ödəyən ən kiçik nə yaza bilərik? Deməli, x elə bir ədəd olmalıdır ki, həm 5-ə, həm də 4-ə bölünsün. X deməli, 5-ə və 4-ə bölünən ən azından deməli 20 ola bilər. 20 və 20 misillər ola bilər. Yəni, x bizdə 20-nin 1 qatı 20 ola bilər. 20-nin 2 qatı 40 ola bilər, 3 qatı 60 ola bilər, 4 qatı 80 ola bilər və s. ədədlər yaza bilərik. İndi görək bu ədədlərdən hansı ödəyir. Dostlar, mən x-ə 20 desəm, 20-nin deməli 5də biri bizə 4 qiyməti verəcək. 20-nin 4də biri də 5 qiyməti verəcək. Qızların sayı 4 ilə 5 arasında hansısa tam qiymət ala bilmir. Qızların sayına da 4-5 arası kəsir bir qiymət deyə bilmərəm. Söhbət insan sayından gedir. Ona görə bütün sinifin sayını 20 götürə bilməyəcəyik. Bu zaman 20-nin misillərini götürməliyəm. Əgər 20-nin 2 qatı 40 götürsəm, x-in yerinə 40 yazdıqda 40-ın 5də biri deməli 8 eləyir. 40-ın 4də biri 10 eləyir. 8 ilə 10 arasında yalnız bir dənə ədəd var, 9. Bu zaman qızların sayını tam ədəd ala bilirik. Deməli, sinifdəki şagirdlərin sayı ən azından 40 olmalıdır ki, bu zaman deməli sinifdə şagirdlərin sayını və yaxud da qızların sayını tam qiymət ala bilək. Buna görə cavabımız olacaq 40. Növbəti dostlar, baxırıq 12-ci suala. 12-ci sualda deyir ki, sinifdəki oğlanların sayı sinifin bütün şagirdlərin sayının 4də birindən çox 3də birindən azdır. Dostlar, deməli, oğlanların sayı bütün sinifə x desəm, x-in deməli 4də 1 hissəsindən çoxdur, x-in deməli 3də 1 hissəsindən azdır. 3də 1 hissəsindən azdır. Deyir, sinifdə ən az neçə şagird olar? Dostlar, deməli, bütün sinifə elə bir qiymət yazmalıyıq ki, biz onu 4də 1-ə də, 3də 1-ə də vurduqda bizə tam qiymət versin. Çünki söhbət insan sayından gedir. Bu zaman x deməli 4-ə də, 3-ə də bölünə bilən ədəd olmalıdır. Həm 4-ə, həm 3-ə bölünən ən azından 12 var. Dostlar, deməli x 12 ola bilər və yaxud da 12-nin misilləri. 12, 12-nin 2 qatı 24, 3 qatı 36, 4 qatı 48, 5 qatı 60 və s. qiymətlər ala bilər. Bizə deyir ki, sinifin bütün şagirdlərin sayı ən az neçə ola bilər? Ən az istədiyi üçün biz azdan başlayırıq. Əgər x-ə 12 qiyməti versəm, 4də 1-i 12-yə vurduqda 3 eləyəcək və 3də 1-i də dostlar 12-yə vurduqda 4 eləyəcək. Bu zaman oğlanların sayı 3 ilə 4 arası qiymət almalıdır. Dostlar, 3 ilə 4 arasında tam qiymət yoxdur. Oğlanların sayını kəsir qiymət deyə bilmərəm. Buna görə 12 qiyməti ən minimal sayı ola bilməz. Əgər mən sayı 24 desəm, bu zaman 4də 1-i 24-ə vurmalıyam və yaxud da bir də 3də 1-i deməli 24-ə vurmalıyam. 4də 1-i 24-ə vurduqda 6 eləyir və 3də 1-i 24-ə vurduqda deməli 8 eləyir. 6 ilə 8 arasında tam ədəd olduğuna görə, yəni ən azından bir dənə də olsun tam ədəd olduğuna görə 24 qiymətini götürə bilərəm. Deməli, şagirdlərin sayı ən azından 24 ola bilər. Cavabımız deməli 24-dür. Növbəti baxırıq dostlar 13-cü suala. 13-cü sualda uyğunluq sualı verilib bizə. Birincisində deyir ki, A bərabərdir 1, A bərabərdir 1 tam dövrdə 2, B də bərabərdir bizdə 1 tam dövrdə 1-ə. Dostlar, burada A ilə B-nin münasibəti və cəmi və yaxud da fərqini istəyir. Gəlin baxaq, tutaq ki, mən A ilə B-nin cəmini axtarıram. A üstə gəlsin B bərabərdir. 1 tam dövrdə 2 nə deməkdir? 1 tam 9-da 2 deməkdir. Digəri də 1 tam dövrdə 1. Bu da 1 tam 9-da 1 deməkdir. Birincisi dostlar, 1 tam 9-da 2 1 tam 9-da 1-dən böyükdür. Tam hissələri eyni olduğu üçün kəsir hissələrini müqayisə etsək 1 tam 9-da 2 1 tam 9-da 1-dən böyükdür. Buradan alırıq ki, A B-dən böyükdür. Dostlar, A B-dən böyüksə birinciyə B variantı uyğun gəlir. Eyni zamanda bunların cəmini hesablasaq bərabərdir 2 tam 9-da 2 ilə 9-da 1-i toplayanda 9-da 3 eləyir.
Bu da 2 tam 9 ilə 3 ixtisar getsə 3də 1 qiyməti qalır. Deməli, 1-ə eyni zamanda C variantı da uyğun gəlir. Dostlar, keçirik ikinci ifadəyə. İkinci ifadədə A bərabərdir 1 tam %12, B də bərabərdir 1 tam dövrdə 12. Dostlar, deməli, 1 tam %12 ilə 1 tam dövrdə 12, 1 tam deməli 99-da 12 deməkdir. Bunları müqayisə eləməliyik. Dostlar, 1 tam %12-ni biz yaza bilərik 1 tam kəsr xətti %12 kimi. Tam hissələri eyni olduğu üçün kəsr hissələri müqayisə eləyirik. %12 ilə 99-12-ni müqayisə eləsək, deməli, surətləri eyni olan kəsrləri müqayisə elədikdə hansının məxrəci kiçikdirsə, o böyük sayılırdı. Deməli, buradan çıxır ki, bizdə B A-dan böyükdür. B A-dan böyüksə, deməli, ikinciyə A variantı uyğun gəlir. Sonra dostlar, keçirik üçüncü ifadəyə. Üçüncü ifadədə A bərabərdir 1 tam dövrdə 3 və B də bərabərdir 1 tam 3də 1. Dostlar, 1 tam dövrdə 3, deməli 1 tam 9-da 3, o da 1 tam 3də 1 deməkdir. Buradan alırıq ki, A B-yə bərabərdir. A da 1 tam 3də 1, B də 1 tam 3də 1-dir. Bərabərdirsə buna D variantı uyğun gəlir. Və dostlar, A ilə B-nin fərqi bizə 0 verir. 1-dən böyük qiymət vermir. Ona görə deməli, A ilə B fərqi Y variantı da uyğun getməyəcək. Nəticədə aldıq ki, birincidə BC variantı, ikincidə A variantı və üçüncüdə də D variantı. Dostlar, keçirik nəhayət 14-cü suala. 14-cü sualda deməli, yenə uyğunluq sualı verilib bizə. Dostlar, 14-də bizə deyir ki, A, B, C, D-ni müqayisə eləyin. Deməli, A ədədi bərabərdir 15-də 4-ə, B-miz bərabərdir 20-də 9, C-miz bərabərdir 12-də 1, D-də bərabərdir 13-də 2-yə. Dostlar, biz bunları müqayisə eləmək üçün ya məxrəcləri eyniləşdirməliyik, ya da surətləri. Surətləri eyniləşdirmək daha rahat olacağı üçün mən surətləri eyniləşdirməklə həll edirəm. Surətlər 4, 9, 1, 2 var. 4, 9, 1, 2-yə ortaq nə ola bilər? Ən kiçik ortaq bölünən, deməli, burada 36 götürə bilərəm. Dostlar, 36 götürsək, surətin 36 olması üçün A ədədinin surət və məxrəcini, deməli, 9-a vurmalıyam. 15-i 9-a vurduqda nəticədə 135 alacaq. B ədədinə gəldikdə 36 olması üçün surət məxrəci 4-ə vurmalıyam. Bu zaman məxrəc 80 olur. C ədədində 36 almaq üçün surət məxrəci 36-ya vurmalıyıq. Məxrəcdə 432 alınır və D ədədində də 36 almaq üçün surət məxrəci bu zaman surət məxrəci 18-ə vurmalıyıq 36 almaq üçün. Bu da 234 eləyir məxrəc. Və dostlar, deməli, surətləri eyni olan kəsrləri müqayisə eləyəndə məxrəci kiçik olan daha böyük sayılırdı. Burada ən kiçik məxrəc deməli B-dədir. Deməli, B böyük olacaq. Bundan sonra kiçik A-dır 135. Bundan sonra kiçik D-dir 234 və ən böyük məxrəc C-dədir, bu sona qalır. Deməli, B A-dan, A D-dən, D də C-dən böyükdür. B A-dan, A D-dən, D də C-dən. Birinciyə deməli uyğun gəlir C variantı. Dostlar, keçirik ikincisinə. İkincidə A bərabərdir 7-də 3, B bərabərdir 9-da 5, C bərabərdir 5-də 1 və D də bərabərdir 13-də 9-a. Dostlar, bunları da surətlərini eyniləşdirsək, 3, 5 və 9-a deməli ortaq surət olacaq 45. Bu zaman A bərabərdir 45 eləmək üçün surət məxrəci 15-ə vururuq. Bu zaman nəticədə məxrəcdə 105 alınır. B bərabərdir dostlar. B bərabərdir 45 olması üçün surət məxrəci 9-a vururam. Məxrəc 81 olur. C də 45 götürmək üçün 9-a vururuq. Üzr sayın 45-ə vururuq burada. Bu eləyəcək 225. Və dostlar, D də bərabərdir 45 eləmək üçün surət məxrəci 5-ə vururuq. Bu da 85. Surətlər eyni olanda məxrəcləri dostlar müqayisə eləsək, məxrəci kiçik olanı böyük götürəcəkdik. Deməli, B böyükdür D-dən, o da böyükdür A-dan, o da böyükdür C-dən. B D-dən, D A-dan. Üzrü sayın dostlar, burada 85 yox, sonuncuda 65 olmalıydı. Yaxşı ki, gördük bunu. Dostlar, deməli 13-ü 5-ə vurduqda 65 eləyir. D-nin surət və məxrəcini deməli 5-ə vurmuşduq. Bu zaman deməli D böyükdür B-dən, o da A-dan, o da C-dən.
Deməli, SA BD ardıcılığı olmalıdır. Bu da D variantı. 2-yə də deməli D variantı. Və nəhayət dostlar, üçüncüyə baxıram. Bunu silmək məcburiyyətindəyəm. Dostlar, üçüncüsünə baxsaq, üçüncüdə A bərabərdir 3-də 8, B bərabərdir 2-də 7, C bərabərdir 9-da 14 və D bərabərdir 13-də 18 yazıb. Dostlar, indi gəlin baxaq. Dostlar, bunları ortaq məxrəcə gətirəcəm. Ortaq məxrəc bunlara deməli 9, 13 bir də 2-nin hasili olacaq. Bu da dostlar olacaq bizdə 234. Deməli A bərabərdir. Məxrəcin 234 olması üçün 3-ü biz vurmalıyıq deməli vurmalıyıq 78-ə. Dostlar, 78-ə vuranda 8-i də sürətlə 78-ə vurmalıyam. Bu zaman 64, 8, 7-nin 56, 6 da yadda eləyəcək 62, 624 sürəti olur. 624 sürəti olur. Bu da tamam. Sonra dostlar, gəlirik digərinə. Əslində bunlar düzgün olmayan kəsirlərdir. Bu şəkildə də baxa bilərik. Dostlar, gəlin bunları məxrəclərə eyniləşdirmək kimi yox, düzgün qarışıq kəsirlərə çevirək. A bərabərdir 3-də 8-i biz 2 tam 3-də 2 kimi yaza bilərik. B bərabərdir, deməli 3 tam 2-də 1 kimi yaza bilərik. C bərabərdir 1 tam 9-da 5-ə və D də bərabərdir 1 tam 13-də 5-ə. Aha, indi dostlar, diqqət edirsinizsə, B-nin tam hissəsi daha böyük olduğu üçün, deməli, B-nin tam hissəsi daha böyük olduğu üçün B böyükdür. A-nın tam hissəsi 2-dir A-dan və C ilə D-nin tam hissələri eyni olduğu üçün onları müqayisə edirik. C-nin kəsir hissəsi 9-da 5-dir, D-də isə 13-də 5-dir. Deməli, 9-da 5 13-də 5-dən böyükdür. Çünki məxrəci kiçik olan daha böyük sayılırdı. Bu zaman C, C-dən sonra D gəlir. Artan sıra ilə götürsək, DC, AB olmalıdır. Üçüncüyə də A variantı uyğun gəlir. Deməli, 1-ə C, 2-yə D, 3-ə də A variantı.